Hörmətli tamaşaçılarımız, sizə Natura Sibirika məhsulları haqqında danışmaq istəyirəm. Özəlliklə xanımlar, diqqətinizi cəlb etmək istəyirəm. Natura Sibirika məhsulları arasında nisbətən yeni olan dekorativ vasitələrə, kosmetik vasitələrdən gedir söhbət. Bu vasitələr kifayət qədər ciddi yoxlandıqdan sonra, çox vacib sertifikatları aldıqdan sonra artıq Avropa bazarına da çıxarılıblar. Vasitələrin özəlliyi nədir? Onların təbii tərkibidir. Mən bir daha xatırlatmaq istəyirəm ki, bax bu yəni sırf Sibirdə və uzaq şərqdə bitən çox güclü müalicəvi bitkilərdir. Eyni zamanda xüsusi gilə meyvələrdir ki, vasitələrin istehsalında istifadə olunub. Dekorativ kosmetika vasitələri arasında demək olar ki, bütün komponentlər var. Yəni lazım olan, makyaj üçün lazım olan bütün vasitələr var. Söhbət ənlikdən gedir, kirşandan gedir. Eyni zamanda tamamilə təbii, təmiz olan ton kremlərdən gedir ki, xanımların təbii ki, daha gözəl makyaj əldə etməsi üçün çox vacib bir vasitədir. Həmçinin də müalicəvi əhəmiyyət daşıyan, məsələn, mən xüsusi olaraq tuşları vurğulamaq istəyirəm. Bilmədiyimiz, tanımadığımız hər halda vasitələrdən istifadə etdiyimizdən sonra hətta kiprik tökümü kimi problemi də yaşayırıq. Amma Natura Sibirika tuşları, qəhvə və qara rəngdə olan tuşlar bax bu problemi aradan qaldırmağa və daim sizin kipriklərinizi möhkəm olmağa və ümumiyyətlə sağlam olmağa kömək edəcək. Hər halda söhbət Natura Sibirikanın xüsusi dekorativ kosmetik vasitələrindən gedirdi və xatırlatmaq istəyirəm ki, siz bu vasitələri Azərin hədiyyələr dükanında əldə edə bilərsiniz. Əlbəttə ki, əslində heç fərq eləmir. Fransitdir, qaymaritdir, müalicəsi eynidir. Sadəcə olaraq xəstələr müraciət edəndə eyni şikayətlə gəlirlər. Deyirlər ki, ağrıdan şiddətli ağrılardır, düzə bilmirik, yata bilmirik. Əlbəttə ki, yaxşı olardı ki, ilk növbədə xəstə getməlidir və tomogrammadan sonra, belə bu formada rentgendən sonra... Yəni, diaqnoz təsdiqlənməlidir. Bəli, rentgendən sonra müəyyən olunur. Bu, görürsünüz, qaymarit zamanı, belə bu şəkildə, baxın. Bir tərəf tamamilə dolub. Bəli. Çox maraqlıdır, həqiqətən çox geniş yayılmış bir burun ətrafı, qaşlarından yuxarı bu fransitdir və bu qaymorovu. Fikir verin. Yəni, irin yığılır və çox bərk, şiddətli ağrı verir insana və insan əziyyət çəkir. Əlbəttə ki, mütləq ilk növbədə bunun qarşısını almaq lazımdır. Xalq təbabətin üsulu ilə çox yaxşı reseptlər var. İndi biz sizə bu reseptləri məsləhət edəcəyik, siz zəhmət olmasa, diqqətli olun və sizdən çox xahiş edirik, yazın, qeyd edin, istifadə edin və şəfanı taparsınız. Mən əslində qalsa, mənim yanıma müraciət edəndə, mən həmişə dəmirovotun şirəsini təyin edirəm və bunu başa salırım, necə qəbul etmək lazımdır və 15-20 gün ərzində xəstə insan çox özünü yumraq hiss edir. Bizə lazım olacaq Borges zeytun yağı, qırmızı soğan şirəsi, bal, vəramum, təsərrüfat sabı. Hərəsindən bir xörək qaşığı. Vəramumu siz aptekdən hazır ekstrakt şəkildə ala bilərsiniz. Təsərrüfat sabunu siz südkəşdən keçirirsiniz. Bu 5 komponenti bir yerdə hamısını qarışdırırsınız və yerləşdirirsiniz şüşə qaba. Şüşə qabı yerləşdirirsiniz qaynar suyun içinə və bu qaynar suyun içində su hamamı deyirlər. 12-15 dəqiqə qaynatmaq lazımdır. Ondan sonra artıq bizim bu maz hazır olur. Siz yaxşı-yaxşı qarışdırırsınız və pambığı batırırsınız. Hər burun boşluğuna o pambığı qoymaq lazımdır. Burun boşluğunu silirsiniz və pambığı çalışın çıxartmayın ki, maz tökülməsin. Bundan başqa sizə lazım olacaq, yenə də Borges zeytun yağı bir xörək qaşığı və təmizlənmiş ağ neft bir xörək qaşığı. Siz bu iki komponenti bir yerdə qarışdırırsınız və 5 damcı hər burun boşluğuna gündə 3 dəfə tökmək məsləhətdir. Bundan başqa sizə lazım olacaq yenə Borges zeytun yağı birinci növ, bal
1 xörək qaşığı zeytun yağı 1 xörək qaşığı və aloe şirəsi 1 xörək qaşığı. Siz bunları üçünü bir yerdə qarışdırırsınız. Üzərinə 1 çay qaşığı dazı otunun toz şəkildə üydürsünüz. 1 çay qaşığı əlavə edirsiniz və 5 damcı gündə 3 dəfə hər burun boşluğuna tökmək lazımdır. Bundan başqa soğan 1 xörək qaşığı və kartof 1 xörək qaşığı. Siz ya sürtkeçdən, ya ət çəkən maşından, ya şirə çəkən maşından geçirdirsiniz. Sizə lazımdır 1 xörək qaşığı soğan şirəsi, 1 xörək qaşığı kartof şirəsi və 1 xörək qaşığı bal. Siz bunları hamısını üçünü bir yerdə qarışdırırsınız və gündə 3 dəfə hər burun boşluğuna 5 damcı tökmək məsləhətdir. Bir də bizə lazım olacaq bor turşusu aptekdə satılır. Borne kislota, spirt və gliserin. Hərəsindən, gliserin də aptekdə satılır. Hərəsindən 1 çay qaşığı. Siz bu 3 komponenti bir yerdə qarışdırırsınız və hər burun boşluğuna 5 damcı gündə 3 dəfə tökmək məsləhətdir. Bir də əziz tamaşaçılar, bizə lazım olacaq qıtıq otunun kökü xren, 3 xörək qaşığı və 1 ədəd limon şirəsi. Siz bunları ikisini bir yerdə qarışdırırsınız və 1 çay qaşığı gündə 2 dəfə yeməkdən 20 dəqiqə sonra qəbul edirsiniz. Düzdür, bunu qəbul etmək çox çətindir, çox acıdır və o dəqiqə insanın gözləri yaş olur. Ona baxmırıq, bu çox faydalı bir üsuldur və heç olmasa bir ay siz buna istifadə etməlisiniz və bütün burun boşluğunda irinlər xaric olur. Limon şirəsi. Limon şirəsi hər burun boşluğuna 3-5 damcı tökmək lazımdır gündə 2 dəfə. Bundan başqa sizə lazım olacaq dəfnə yarpağı 15 ədəd və borges zeytun yağı 100 qram. Siz dəfnə yarpağı xırda-xırda doğrayırsınız, yağla qarışdırırsınız və 5 sutka qaranlıq isti yerdə saxlayırsınız. Ondan sonra siz istifadə edə bilərsiniz. 5 damcı gündə 3 dəfə hər burun boşluğuna tökmək. Balaca uşaqlara 10 yaşına qədər 3 damcı gündə 3 dəfə. Biz əslində zeytun yağından o qədər müalicəvi məqsədlə istifadə edirik ki, bizdən tamaşaçılar bu gələn qonaqlarla bağlı, mövzularla bağlı sualları verməklə yanaşı, həm də borges zeytun yağını hardan tapa bilərik deyə suallar verirlər. Mən bu həftə böyük bir supermarketdə belə bir ziyarət eləmişdim. Gördüm ki, boşaldıblar, yeşiklər dolu idi. Məsləhət elədim xəstələrə ki, filan yerdə var. 2 gündən sonra axtarıb tapa bilməyiblər. Çox maraqlıdır. Hər halda bu zeytun yağının möcüzəsindən irəli gələn bir məqamdır ki... Əlbəttə ki, güclü antioksidantdır, güclü dərmandır, həm dərmandır, həm qidadır. Əlbəttə ki, siz bunu hər gün istifadə etməlisiniz, sağlam yaşamaq istəyirsiniz. Bu zeytun yağını qədimdən istifadə edirlər və bunun faydasını nəinki Azərbaycanda, Avropada, Amerikada tapıblar və bunun faydasını, bütün dünya onun faydasından danışır. Bunun əks göstərişi yoxdur. Yegana dünyada bir məhsuldur, hansı ki bir paboş effekti vermir. Ümumiyyətlə, siz də Avropadan qayıtmışsınız. Yəqin ki, çox müşahidə etmişsiniz ki, adətən restoranlarda, bəzi kafelərdə də masanın üstündə zeytun yağı mütləq şəkildə bir atributdur. Mütləq, yəni yemək nədən pişirilirsə pişirilsin, nə istədinsə istədin. Xüsusilə Aralıq dənizi sahilindəki ölkələrdə, bax belə Fransada ki, mən Fransadaydım. Burada mütləq yanına bir zeytun yağı verirlər. İstədiyin hər şeyin içinə tökə bilərsən yəni. Yəni, ümumiyyətlə, zeytun yağı istifadəsi haqqında daha əvvəllər danışmışdıq. Zeytun yağı istifadə edən ölkələrdə
baxmayaraq ki, onların qidasının çeşidi ürək-damar sistemində aterosklerozun əmələ gəlməsi üçün riskli olsa da, məsələn, fransız yeməklərinə baxdığınız zaman deməlisiniz ki, fransızlar da elə ən az Azərbaycanlılar qədər infarkt olmalılar, amma elə deyil. Çünki fransızlar, ispanlar, italyanlar bizdən qat-qat çoxlu miqdarda zeytun yağı istifadə edirlər və o qədər yeməyin qarşısında nə o qədər kökəlmirlər, nə də ki, ürək-damar sistemlərində problem olur. Bundan yaxşı şey var, elə ki, bir dənə dərman içirsən, nə qədər yiyirsən, kökəlmirsən də. Məsəl üçün, bu da onun üçün bir şeydir də. İndi kabab yiyirsən, amma zeytun yağı ilə sonra üstündə bir şey alırsan və salam, səndə ateroskleroz əmələ gəlmir. Bunun əks göstərişi gündə 1 litrdən artıq istifadə etmək olmaz. Həqiqətən, nəyə görə qaymarit zamanı, indi siz sual verə bilərsiniz, bunun nə dəxli var? Bu, axı, damarları genişləndirir. Bu, çox əsası budur, çox vacibdir. Damarları genişləndirir və bütün burun boşluğunda olan irin xaric olur. Bu, çox gözəl, böyük effekt verir. Bir də, əziz tamaşaçılar, Veramum götürürsünüz 10 qram və 50 qram zeytun yağı. Bunları ikisini bir yerdə qarışdırırsınız. Yenə stəkanda qaynar suyun içinə qoyursunuz və qarışdırırsınız. Su hamamında ardasa 5-10 dəqiqə qaynasın. Qarışdırandan sonra sizdə bir qəşəng maz alınır, ətirli. Siz burun boşluğunu silirsiniz və yenə də pambıq qoyursunuz ki, maz tökülməsin. Və həm burun boşluğunu silmək məsləhətdir və burun üstünü silmək çox məsləhətdir. Ümumiyyətlə, mən bayaq sizə demişdim ki, 5 damcı hər burun boşluğuna tökmək lazımdır. Siz sual verə bilərsiniz, necə tökmək lazımdır? Yəni ki, mən yenə demək istirdim ki, bu proseduru siz istifadə edən zamanı uzanırsınız, başının altını yox, kürəyin altına balış qoyursunuz və başını atırsınız 45 qradus aşağı. Ondan sonra hər burun boşluğuna 5 damcı tökə-tökə dərindən burun boşluğu ilə nəfəs almaq lazımdır. Burun boşluğu ilə siz nəfəs alırsınız, ağız boşluğu ilə nəfəsi buraxırsınız. Bugünkü geyimimə görə Park Bulvarda yerləşən Aksara Paris dükanına təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, Lətafət xanım sizədir və həmçinin də Beauty Adı studiyasına saç düzümümə görə və Inkanto Azərbaycan nümayəndəliyinə də minnətdarlığımızı bildiririk. Sonda bir daha xatırladaq və bunu heç zaman unutmayaq. Sağlamlıq çox çətinliklə qazanılır, amma çox asanlıqla itirilə bilir. Özünüzdən müğayət olun. Sağlıqla qalın.